Hər kəsə salam xanımlar. Bu günləri mən sizlərə Faberlic-in Deco seriyasında olan günəş kremləri haqqında danışmaq istəyirəm. Məndə olan SPF 30-dur və mənim ən sevdiyim Kids SPF-dir. Yəni ki, bu SPF 3 yaşdan yuxarı bütün uşaqlar və böyüklər ürək rahatlığı ilə istifadə edə bilər. Yəqin ki, bu işarəni bir çox SPF kremlərdə görmüsünüz ki, UVB, UVA yazır sadəcə, lakin bizim SPF-lərdə HEV də yazır. Bu nə deməkdir? HEV şüaları sizin dərinizin ən dərin qatlarını belə qoruyur. Yəni ki, sizin dəriniz ultra bənövşəyi şüalardan belə qorunacaq. Bizim ailənin bütün üzvləri SPF kremi istifadə edir. Çünki dərimizi günəşin zərərli şüalarından qorumalıyıq. Bəzən xanımlarımız SPF-i sadəcə yaz yayları istifadə edir, qış fəslində istifadə etmir. Bu çox yanlış bir fikirdir. Siz əslində qış aylarında da, qış fəslində də SPF istifadə etməlisiniz. Çünki biz dərimizi sadəcə günəşin zərərli şüalarından deyil də, telefonun, televizorun da zərərli şüalarından qorumalıyıq. Və siz bu SPF-i alaraq sadəcə zərərli şüalardan qorunmaq üçün deyil, siz bunu makyaj altı baza kimi də istifadə edə bilərsiniz. Və gördüyünüz kimi 2 əlmədə çəkirəm SPF-i. Sol əlimə uşaqlar üçün olanı, sağ əlimə isə böyüklər üçün olan SPF-i çəkdim və ikisinin nəticəsi çox gözəl. Məncə ən gözəli SPF Kids oldu. SPF Kids-i gündəlik tonal krem kimi də istifadə etmək mümkündür. Üzünüzün rəng tonu biraz dəyişməsini istəyirsə, bu zaman Kids SPF alıb istifadə edə bilərsiniz gündəlik krem kimi də. Əlimin rəng tonu gördüyünüz kimi biraz dəyişdi və həcmi kiçik də deyil, böyükdür. Uşaqlar üçün olan SPF-in ölçüsü 100 ml-dir, böyüklər üçün olan isə 50 ml. Siz hələ də SPF krem almamısınız və istifadə etmirsinizsə, bu zaman seçiminiz Faberlic ola bilər. Siz də alıb uşaqlarınız və özünüz üçün ürək rahatlığı ilə istifadə edə bilərsiniz.